Hər vaxtınız xeyir müəllimlər. Bir digər dərs isə 11-ci mövzu olan elektrik çaydanının quruluşu və iş prinsipidir. Deməli, elektrik çaydanı içməli suyu qızdırmaq üçün elektriklə işləyən cihazdır. İlk çaydanların gövdəsi misdən, sonra xromlanmış poladdan, daha sonra isə alüminiumdan hazırlanmış. Deməli, ilk öncə daha bir keyfiyyətli olub misdən, sonra xromlanmış poladdan və ən sonda isə alüminiumdan hazırlanmış sayılır. Deməli, daha sonra elektrik çaydanının daxilində qızdırıcı element yerləşir. Elektrik çaydanının daxilində qızdırıcı element yerləşir. Yəni bizim istifadə etdiyimiz belə deyək, bir çox evlərdə olan hansı ki qızdırıcı, tefal deyirik. Baxın, bunlardan söhbət gedir, elektrik çaydanlarından. Müasir çaydanların əksəriyyəti plastik kütlədən hazırlanır. Bir çoxları da bəli, plastik kütlədəndir. Bunun səbəbi isə o ilə izah olunur ki, bu zaman qaynar çaydana toxunma zamanı yanıqların baş verməməsinə və həmçinin metal çaydanlarda müqayisədə içindəki suyu uzun müddət isti saxlanmasına xidmət edir. Deməli, onun plastik kütlədən hazırlanması səbəbi odur ki, toxunma zamanı, çünki metal bilirsiniz ki, çox hədsiz dərəcədə isti olur, yəni yanıqlara daha çox şərait yaradır. Amma plastik kütlədən olan zaman isə daha minimuma enir yanıqlarla, yəni zədələnmə və həmçinin də içərisində olan suyu uzun müddət isti saxlamağa kömək edir. Elektrik çaydanları bimetal lövhəcik əsasında avtomatik elektrik açarı, suyun səviyyəsinə nəzarət etmək üçün nəzərdə tutulmuş şəffaf pəncərə və qidalandırıcı naqildən çaydanı asan və tez ayırmağa imkan verən kontakt atlıqla təchiz edilmişdir. Deməli, elektrik çaydanda nə var? Bimetal lövhəcik əsasında avtomatik elektrik açarı, sonra suya nəzarət etmək üçün şəffaf pəncərəsi, qidalandırıcı naqillərdən çaydanı ayırmaq üçün atlıq kontaktla təchiz edilmişdir. İcad edilən gündən bu günə qədər elektrik çaydanları öz əsas təyinatlarını, yəni elektrik enerjisini istilik enerjisinə çevrilməsi hesabına suyun qızdırılması funksiyasını qoruyub saxlayır. Deməli, burada hansı belə deyək, çevrilmə baş verir? Elektrik enerjisi istilik enerjisinə çevrilir. Elektrik enerjisi istilik enerjisinə çevrilir və bunun hesabına da su qızır. Daha sonra müəllimlər, elektrik çaydanlarının quruluşu kifayət qədər sadədir. Deməli, elektrik çaydanının quruluşunu sadalayırıq. Elektrik çaydanı bir gövdədən, baxın, bir onun gövdəsi, 2 qızdırıcı elementi, 3 avtomatik elektrik, yəni elektrik açarı 3 və elektrik şnurlu atlıqla təchiz olunmuşdur və atlıq isə 4 hissədən ibarətdir. Deməli, hansı hissə oldu? Gövdəsi, qızdırıcı elementi, elektrik açarı və atlıq, yəni elektrik şnurlu atlıq ilə təchiz olunmuşdur. Bunları siz özünüzdə bir hissə, bir qıraqdan yazın ki, yəni öyrənmək rahat olsun. Bimetal nədir? Bimetal həmçinin daha çox müxtəlif qat metaldan və onların ərintisindən olan bir materialdır. Bimetal material. Elektrik şnuru isə izolyasiya edilmiş elektrik məftilidir. Sonra elektrik çaydanın iş prinsipi necədir? O deyir, sadədir. Olduqca sadədir iş prinsipi. Elektrik düyməsini basdıqda dövrə qapanır. Bilirsiniz ki, dövrə qapananda artıq o dövrə tam olur və artıq elektrik enerjisi orada hərəkət edir və qızdırıcı elementdən elektrik cəryanını keçir. Bu hissəni yaxşı öyrənin müəllimlər. Elektrik düyməsini basdıqda dövrə qapanır və qızdırıcı elementdən elektrik cəryanı keçir. Qızdırıcı elementdən elektrik cəryanı keçir. Qızdırıcı element elektrik enerjisini istilik enerjisinə çevirir. Deməli, burada enerjini çevirən nə oldu? Qızdırıcı element elektrik enerjisini istilik enerjisinə çevirir. Bu isə onunla izah edir ki, qızdırıcı elementdə elektronlar hərəkət etməyə başlayır və elektronlar qızdırıcı elementin atomları ilə toqquşaraq öz kinetik enerjisinin bir hissəsini onlara istilik şəklində verir
və istilik çaydandakı suya istilik keçirmə xassəsi hesabına daxil olur və su qaynayır. Deməli müəllimlər, burada dedik qızdırıcı element elektrik enerjisini istilik enerjisinə çevirir. Bu da onunla hesab olunur ki, yəni bu formada izah olunur ki, qızdırıcı elementdə elektronlar hərəkət etməyə başlayır. Elektronlar hərəkət etməyə başlayır, yəni artıq orada elektrik cəryanı var və elektronlar qızdırıcı elementin atomları ilə toqquşur və öz kinetik enerjisinin bir hissəsini onlara istilik formasında verir və bu çaydandakı su, yəni çaydandakı suya istilik keçirmə xassəsi hesabına daxil olur. Sonra su qaynayır, buxar çaydan dəstəyindən və ya gövdədəki borucuqdan keçib avtomatik elektrik açarına daxil olur. Bu zaman elektrik açarındakı bir metal lövhəcik qızır. Qızma anında lövhəcik əyilir və çaydan dövrədən açılır. Deməli, burada su qaynayır. Baxın, su qaynayır və buxar, hansı ki sudan qalxan buxar, dəstəkdən, baxın, dəstəkdən keçir və yaxud da ki, gövdədəki borucuqdan keçib avtomatik elektrik açarına daxil olur. Baxın, bu həm dəstəkdən keçə bilər, buxar vasitəsilə dəstəkdən keçir, bu açara gəlir. Və yaxud da ki, deyir, burada olan, yəni elektrik gövdədə olan borucuqdan keçib elektrik açarına daxil ola bilər. Hansı ki, bu hissədən borucuqdan keçib elektrik açarına daxil ola bilər. Yəni hər iki hissədən elektrik açarına daxil ola bilər. Qaynayan suyun buxarı. Bu zaman deyir ki, bir metal lövhəcik qızır və əyilir. Bir metal lövhəcik qızır, qızma zamanında əyilir və çaydan dövrədən açılır. Bu zaman su qaynadıqdan sonra uzun müddət istiliyini saxlayır. Bu istiyə davamlı və istiliyi qoruyan plastik kütlədən olan gövdənin hesabına olur. Elektrik çaydanı müxtəlif, daha doğrusu mütləq üzərində qeyd edilmiş su səviyyəsinə uyğun olaraq doldurmaq lazımdır. Çaydanın gövdəsi üzərində işarələr vardır. Minimum və maksimum işarəsi. Əgər maksimum işarəsindən çox olarsa su, bu zaman çaydan qaynadıqda daşacaq. Əgər su minimum işarəsindən az olarsa, qızdırıcı element həddindən artıb qızıb xarab ola bilər. Çaydanı qoşmazdan əvvəl qapağını kip örtmək lazımdır. Nəyə görə? Əks halda buxar kip bağlanmamış qapaqdan çıxacaq və bu nə səbəb olacaq? Və artıq o sönməyəcək. Artıq o buxar, belə deyək, bayaq dediyimiz kimi dəstəkdən gedib elektrik açarına getməyəcək. Və bu halda deyir ki, elektrik açarına bir metal lövhəcik əyilməyəcək və çaydan sönməyəcək. Əgər ağzı kip bağlanmasa, buxar həmin hissədən çıxacaq və elektrik açarına bir metal lövhəcik əyilməyəcək və çaydan sönməyəcək. Qaynayıb buxarlanan su qızdırıcı elementin yanıb xarab olmasına və çaydanın gövdəsinin zədələnməsinə gətirib çıxara bilər. Yəni su öz başına qaynayıb orada getsə, yəni ağzı kip bağlanmasa, bu zaman həmin o suyun buxarlanaraq, belə deyək, azalması qızdırıcı elementin yanıb xarab olmasına və çaydanın gövdəsinin zədələnməsinə gətirib çıxara bilər. Zədələnmələrinə fikir verin. Nə olarsa necə olacaq? Baxın, bu hissələrə mütləq ki, fikir verin. Həmçində burada da bayaq dedik, minimum olarsa necə olar? Maksimum işarəsindən çox olsa qızdırıcı elementə nə ola bilər? Az olarsa çaydanda nə baş verə bilər qızdırıcı elementdə? Yəni bu hissələrə fikir verin. Yaxşı ki, yəni qarışdırmayın bir-birinə. Yaxşı öyrən ki, qarışdırmayın bir-birinə. Həmçinin də buxar, belə deyək, çaydandan axan zaman əgər ağzı kip bağlanmasa da hansı nasazlıqlar baş verə bilər, onları da yaxşı-yaxşı öyrənirik. Sonra elektrik çaydanının disk və spiral şəkilli qızdırıcı elementlə isidilən növləri var. Deməli, elektrik çaydanlarının
Disk və spiral şəkilli qızdırıcı elementlə istilən növləri var. Qızdırıcı elementi disk şəklində olan çaydanlar almaq daha məsləhət görülür. Deməli, hansı çaydanları almaq daha məsləhət görülür? Disk şəklində olan çaydanları, yəni qızdırıcı elementi disk şəklində olanlar daha məsləhətli hesab olunur. Nəyə görə? Belə qızdırıcı element, yəni qızdırıcı elementli elektrik çaydanlarında su daha tez qızır. Yəni hansı ki, qızdırıcı elementli disk formasında olanlarda su daha tez qızır. Çünki onun qızdırıcı elementi ilə toxunma səthi spiral şəkilli qızdırıcı elementdə olan çaydandakı səthə nisbətən daha böyükdür. Qızdırıcı elementi paslanmayan poladdan hazırlanmış çaydanlar isə daha keyfiyyətlidir və həmçinin də onlar gec ərq bağlayır. Elektrik çaydanı ərp ilə necə təmizləmək olar? Elektrik çaydanı istismar müddətini uzatmaq üçün vaxtaşırı onun ərpini təmizləmək lazımdır. Ərp suda çoxlu sayda duzların olması nəticəsində əmələ gəlir. Ərp necə əmələ gəlir suda? Çoxlu duzların, yəni suyun tərkibində duzun çox olmasından əmələ gəlir. Vaxt keçdikcə ərp çaydanın daxili səthini və qızdırıcı elementini örtür. Su gec qızır. Hazır çaydanın dadı, yəni hazır olan çayın dadı dəyişir. Artıq tamı dadı dəyişir. Bundan başqa ərp qatı çaydanın avtomatik sönməsi sistemini sıradan çıxarır. Çaydanın daxili səthini və qızdırıcısını ərpdən təmizlənməsi üçün müxtəlif kimya vasitələrdən istifadə etmək olar. Deməli, onun ərplə örtülməsi həm çaydanın özünə ziyandır, həm qızdırıcı elementini zədələyir, həmçinin çayın dadını dəyişir və artıq çaydanın avtomatik sönməsinə də mane olur. Bəs hansı vasitələrlə təmizləyə bilərik? Deməli, ən sadə üsul, testlərə çox zaman düşür. Ən sadə üsul limon turşusundan istifadə edə bilərik. Düzdür, kimya vasitələrdən istifadə edə bilərik, amma ən sadə üsul deyirsə, bu zaman limon turşusundan istifadə edirik, deyirik. Elektrik çaydanı limon turşusuna necə təmizləyirik? Bu üsul yüngül və yaxud da ki, orta dərəcədə çirklənmiş plastik və yaxud da ki, paslanmayan polad, həmçində şüşədən olan çaydanların təmizlənməsinə uyğundur. Yəni, hər üçün də təmizlənməsinə istifadə edilə bilər. Burada deyir ki, resurslar 500 ml su, limon turşusu, 1-2 xörək qaşığı, çirklənmənin dərəcəsindən asılı olaraq dəyişə bilər. Çoxala və yaxud da ki, azala bilər. Toz halında olan 1 qaşıq limon turşusunu və yaxud da ki, əgər bu yoxdursa, limonun 1/4-i əvəz edə bilər. İşin gedişatı belədir ki, çaydana su tökürük və qaynadırıq. Sonra limon turşusunu və ya limonun 1/4-ni qaynayan suya töküb, onu təxminən 1-2 saat soymasını gözləyir. Əgər ərp köhnə deyilsə, o öz-özünə çıxacaq. Yox, əks təqdirdə limon duzu ilə təmizləmə təkrar olunmalıdır. Ta ki, hansı ki, çaydan tam təmizlənənə qədər. Sonra təmiz çaydanı yaxşı yaxalamağı unutmuruq. Deməli, ilk öncə çaynıqı, yəni çaydanı qaynadırıq. Sonra limon turşusunu və yaxud da ki, limonun 1/4-ni ora əlavə edirik və onun 1-2 saat soymasını gözləyirik. Daha sonra ərp əgər köhnə deyilsə öz-özünə çıxacaq, köhnədirsə artıq o prosesi bir daha təkrar etmək lazım gələcək. Sonra təhlükəsizlik və sanitariya qaydaları. Əgər elektrik şəbəkəsinə qoşulmuş çaydan nəzarətsiz saxlasaq, bu zaman yəni müəyyən təhlükələrə rastlaşa bilərik, hansı ki, yanıq təhlükələri yarana bilər. Yüksək rütubətliyi olan yerlərdə çaydan istifadə etmək olmaz. Yəni, elektrik çaydanından istifadə etmək olmaz. Çaydanın gövdəsinin, qidalanma şunurunun və altlığının su ilə təması elektrik cərəyanı zədələnmələrdə təhlükə yarada bilər. Qidalanma şunuru, elektrik səngəli, avtomatik sönmə qurğusu, zədəli olan çaydanlardan istifadə etmək qadağandır. Çaydan yerə düşüb zədələnərsə, ondan istifadə etmək qadağandır. Çaydanı şəbəkədən ayırmadan söküb yığılması qəti qadağandır. Çaydanın gövdəsi altlıqdan qaldırıldıqda elektrik çəngəli şəbəkəyə qoşulu olarsa, altlığa toxunmaq olmaz.
Çaydanın içini və səthini yuyarkən abraviz vasitələrdən istifadə etmək olmaz. Çaydanın altlığını heç vaxt suyun içinə tam salmaq olmaz, çünki orada elektrik şəbəkəsi yerləşir. Bəs abraviz vasitələr nədir? Yəni, müxtəlif səthləri emal etmək üçün istifadə olunan bərk materiallardan, hansı ki, çaydanın içərisini təmizləmək üçün, həmçində səthini təmizləmək üçün istifadə etmək olmaz. Belə müəllimlər, bu qədər.